Dünən axşam Nahidəgil gedəndən sonra ağladım. Bayaqda mama gedəndə ağladım. Hamı gəlir, mənim bir dənə xasiyyətim var, mən biraz duyğusalım. Kalabalıq olanda öyrəşirəm o kalabalığa. Sonra onlar gedəndə elə bilirəm ki, şey olmuşam, belə nəsə itirmiş kimi olmuşam. Bu aralarda biraz həssas dönəmdir deyə lap ekstra reaksiya verirəm hər şeyə. Yəni daha çox duyğusallaşmışam. Amma izləyicilərim sağ olsun, həqiqətən çox yaxşı qadınlar, çox yaxşı analar, çox yaxşı xanımlar var. Mən bir daha əmin oldum ki, çəkdiyim YouTube'lar boşa getməyib. Hamı şəxsidə mənə bir dənə mesaj yazır. Pampersini belə dəyiş, yeməyini belə qaydasına sal, filan şeyi belə elə. O qədər gözəl dəstək mesajları gəlir. Yəni yazanlar deyir, nə ürəyin istəyir bizdən soruş. Mən 2 dənə uşaq böyütmüşəm. Hər şeydən başım çıxır. Nə lazım olsa yaz. Yəni nə qədər gözəl xanımlar, nə qədər gözəl qadınlar var imiş bu ölkədə. O deyir, qadın qadının yurdudur. Yəni həqiqətən mən onu gördüm. Çox sağ olun o mesajları yazanlar. Həkimdən soruşdum, biraz bu aralar duyğusallaşmışam deyə soruşdum, niyə belə axşamlar, səhərlər bəyquşluğum tutur mənim. Əslində hər şey Allaha min şükür çox yaxşıdır. Gecə yuxusuzluqların çıxmaq şərti ilə balamız biraz həyasızdır, biraz inatkardır. Yəni tam sakit uşaq deyil, amma həkimdən soruşdum ki, görəsən niyə məni ağlamaq tutur qaldığım yerdən? Hətta bir izləyicimdən də soruşdum. Dedilər ki, uşaq dünyaya gələndən sonra ana bədəni yenilənir, hormonlar dəyişir tibbi olaraq. Ona görə ağlamağın, depressiyaya düşə bilərsən. Depressiyada deyiləm, amma mən onsuz da çox duyğusal bir qız idim. Amma bu günlərdə biraz daha duyğusal olmuşam. Qorxuram ki, yaxşı bacara bilmərəm heç nəyi, nə bilim, nəyisə səhv eləyərəm. Uşaq ağlayanda panikaya düşürəm, səbəbini tapa bilməyən kimi ki, niyə ağlayır, çarə tapa bilmirəm. Yəni, sıfır eğitimlə anne olmaya çalışıyoruz məsələsi və mən gördüm ki, həqiqətən qadın necə güclü varlıqdır. Sıfırdan elə bil dil öyrənməyə çalışırsan. Səni atıblar bir dənə Çinli ilə, Kitay ilə bir otağa, deyirlər bundan dil qur. Başa düşün bir-birimizi. O məni başa düşə bilmir, hələ mən onu başa düşə bilmirəm. Əslində çətin bir şey yoxdur. Sadəcə insan psixoloji olaraq özümü inandıra bilmirəm ki, mən bunu bacaracam. İndi bəlkə yorumlarda yazacaqlar, ay Allah, bir dənə uşaqdır da nə var, amma həqiqətən elə deyil. Misal üçün mən Rabiş Məriş Əsişə Əsnatın 6 yaşı var idi.